بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على نهجه إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أما بعد. Her şeyden önce kardeşimizi tebrik ederim. Her iki taraf tebrik ederim. Allah Subhanahu ve Teala bu gençleri hayır üzerinde hoşbaht etsin. Allah Subhanahu ve Teala bu evlilikte, bu izdivacda ne kimi hayırlar var, Rabbimiz onlara nasip etsin. Onları bütün hayırlara müvaffak etsin. Hakikaten evliliği Rabbimizin ayetlerindendir. Nece ki Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا. Öz nefslerinizden zövceler halk etmesi Allah Subhanahu ve Teala'nın ayetlerindendir. Ve evliliği böyle bir hadisedir. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin azametli tavsiyelerindendir. Çünkü evliliğinde böyle hayırlar var. Hususen Müslüman için, mümin için. İnsan evlendikten sonra onun için birçok hayırlar var. Dinini koruması için. Dinini korumasına yardım edilir evlenmeyi. Çünkü insan evlendikten sonra ona dinini yaşamak daha da asanlaşır. Çünkü bu Allah Resulü'nün bizlere tavsiyesidir. Allah Resulü'nün her bir tavsiyesinde çok büyük hikmetler var, hayırlar var. Ve istəyərdim ki, kısa bir hatırlatma edeyim öz nefsime, sonra da sizlere. Necə ki Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki فَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Çünkü her birimiz hatırlatmaya ihtiyacımız var. Her bir Müslüman, her bir mümin. Çünkü insan gafilleşir. Her birimiz vakttan gafilleşirik. Çünkü dünya hayatı insanı çekip aparır. Nece ki Rabbimiz Kur'an-ı Kerim'de dünyanı misal çekerek buyurur ki وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ. Hakikaten dünya hayatı oyuncaktan ibarettir. Dikkat edin, Rabbimiz dünyanı nece güzel vasfedir. وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ. Dünya hayatı oyuncaktan ibarettir. وَزِينَةٌ yani zinetten ibarettir. Zinetlenip وَتَفَاخُرٌ بَيْنَكُمْ birbirinizle fethretmeyden ibarettir. İnsanlar birbirlerinden yarışırlar. Dünya işlerinde herkes ister ki başkasından daha yaxşı olsun. Komşusunda, yakınında bir şey gördüğü zaman ister ki onda da olsun. Rabbimiz de bu ayet-i kerimede onu bizlere hatırlatır. وَتَفَاخُرٌ بَيْنَكُمْ birbirleriyle fethretmeyi, insan fethredir. Neyinse ve bilmir ki dünya hayatı oyuncaktan ibarettir. Ve sonra Rabbimiz buyurur ki وَتَكَاثُرٌ فِي الْاَمْوَالِ. Mal mülk çoğaltmaktır dünya. بِالْاَمْوَالِ وَالْاَوْلَادِ. Hemçinin evlat çoğaltmak. Sonra Rabbimiz ayet-i kerimenin ikinci kısmında
bizlərə misal çəkir, gözəl bir misal çəkir. Və buyurur ki, dünyanın misalını çəkir. كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا. Bir əkincini misal çəkir. Hansı ki o əkinci öz əkininə, öz tarlasına bir toxum atır, toxum səpir və o toxum cücərir, bəhrə verir, yaşıllaşır, gözəlləşir və o əkinci də ondan fərəhlənir, təəccüblənir, xoşuna gəlir. Dünyanın misalı kimi, insanın misalı kimi. İnsan da dünyaya gəlir, cavanlığını yaşayır, sonra gənclik dönemini keçirir, evlənir, sonra yaşlaşır və beləliklə Rəbbinə yaxınlaşır, ahirətə yaxınlaşır. Bu misalda da, bu ayət kəlmədə də Rəbbimiz bu əkincini misal gətirərək buyurur ki, o da öz əkinindən, öz səpdiyi toxumunun bəhrəsini görəndə fərəhlənir, təəccüblənir və sonra nə baş verir? كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا. Sonra o yaşıllıqlar başlayır solmağa. Musfarra, saralır, solur. ثُمَّ يَكُونُ حُطَامًا. Sonra çöp-çöpə dönür. Və sonu nə ilə bitirir? Sonra o yaşıllıqlar, o gözəlliklər çöp-çöplə tamamlanır. Sonra Rabbimiz buyurur ki, وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ. Ahirətdə şiddətli əzab var. Və eyni zamanda وَمَغْفِرَةٌ مِنَ اللّٰهِ. Allahın da məğfirəti var, bağışlanması var. Ona görə möhtərəm qardaşlar, insan dünya həyatına aldanmamalıdır. Bəli, dünya insanı qafilləşdirir. Dünya insanı istəsən də, istəməsən də səni çəkib aparır. Və bəzən ayılırsan, deyirsən ki, mən hara gedirəm, nə iş görürəm, hansı işin arxasınca gedirəm. O da nə ilə olur? Nəfsinə Rəbbini xatırlatdığı zaman. Onda qafillikdən ayılır insan. Ayılır, bu dünyadan bir anlıq ayılır və görür ki, düz işlər görmür. Düz istiqamətlə getmir. Rəbbinin ondan istədiyi istiqamətlə getmir. Ona görə Rəbbimiz ayət kəlmədə bizlərə gözəl dünyanın misal çəkir. Bir ayət kəlmə ilə bütün bu bizim gözümüzdə bu böyük görünən bu dünyanı bir ayət kəlmə ilə bizlərə çatdırdı ki, dünya yalnız oyun oyuncaqla ibarətdir. Oyundan ibarətdir. İnsan dünyaya gəlir, bəli, dünyanın nizamıdır. Dünyaya gəlir, yaşayır, evlənir, övladlar dünyaya gəlir və sonra da yaşlaşır və dünyadan köçür. Və bu dünyadan onun qazancı nə olur möhtərəm qardaşlar? Onun bir qazancı var bu dünyada. O da onun etdiyi, yığdığı əməllər, xeyir əməllər. Bu fani dünyadan insan yalnız nə əməl yığdısa onu aparır. Necə ki Rəbbimiz də Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki وَتَزَوَّدُوا. Artırın. Nəyi artırın? Dünya malını yoxsa nəyi artırın? Buyurur ki وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Ən xeyirli artıracağımız azüqə təqvadır. Allah qorxusudur. Xeyir əməllərdir. Əks təqdirdə möhtərəm qardaşlar, insan xüsran içindədir. Necə ki,
Əsr surəsində Rəbbimiz buyurur ki, vəl asr, and olsun əsr vaxtına. İnnəl insənə ləfi xusr. Və diqqət edin ayət kəliməyə deyir ki, innəl insənə, həqiqətən insan xüsran içindədir. Bütün insanlar. Sonra başlayır Rəbbimiz istisnalar gətirir. İllellezine amenu. İman gətirənlərdən başqa. Və amilus salihati. Salih əməl edənlərdən başqa. Və təvasav bil haqqi və təvasav bil sabr. Haqqı və səbri tövsiyə edənlərdən başqa. Qalan bütün insanlar bu dünyada möhtərəm qardaşlar hüsran içindədir. Yəni uduzu itirib. Yalnız o kəslər ki Rəbbinə iman edirlər, salih əməllər edirlər və haqqı və səbri tövsiyə edirlər. Onun üçün insan dünya həyatından bəzən qəflətdən və dünya həyatından nəfsini oyatmalıdır. Onun üçün də Rəbbimiz buyurur ki, fədəkkir, xatırlat. Bizi yaradan Rəbbimiz bizim halımızı bilir. Və bilir ki, insan xatırlanmağa ihtiyacı var. Və buyurur ki, fədəkkir, xatırlat. Fə innə zikra tənfə'ul müminin. Həqiqətən xatırlanmaq müminə fayda verir. Xatırlandıqca insan imanı artır. İman nə ilə artır möhtərəm qardaşlar? Yezidu bit-ta'a və yanqusu bil-ma'asi. İbadətlərlə, itaətlərlə iman artır. Heç görmüşsünüz ki, günahlarla artsın, heç vaxt artmaz. Nə qədər xeyir əməl etsən, nə qədər salih əməllər etsən, o qədər də imanın ucalacaq. Sonra buyurur, وَيَنْقُسُ بِالْمَعَاصِ. Günahlarla azalır. Nə qədər günah etsək, o qədər imanımız azalır. Hətta bəzi böyük günahlarda iman insandan çıxıb kənarda qalır. Rəva bilmir ki, onun yanında qalsın. Böyük günah sahibindən iman uzaqlaşır. Düşünün, imansız insan ölərsə nə olar onunla? Ona görə insan günah edərkən də düşünməlidir. Bəlkə bu mənim son halımdır. Bəlkə bundan sonra Rəbbim mənə fürsət vermədi. Ona görə insan dünyanı dərk etməlidir. Bağlanmamalıdır dünyaya. Bəli, hər birimiz insan olaraq qəflətə düşürük. Heç kim deyə bilməz ki, mən qəflətə düşmürəm. Hər bir insan zəifdir. Və xuliqəl insan zəifə. Rəbbimiz buyurur ki, insan zəif olaraq xəlq olur. İnsan unudur, qafilləşir. Sadəcə bizim üzərimizə düşən nədir möhtərəm qardaşlar? Bu zəif nəfsimizi daim xatırladaq. Ona qida verək, mənəvi qida verək ona. Necə ki, yeyirik, içirik, o bizim fiziki olaraq ehtiyaclarımızdır. İnsan yemədən, içmədən günlərlə yaşaya bilərmi? Mümkün deyil. Ruhun qidası da belədir möhtərəm qardaşlar. İnsanın ruhunu qidalandırmadıqca o heç zaman imanına təsir edə bilməz. Ruh qidalanmadıqca imanı arta bilməz. Ona ihtiyacı var. O onun haqqıdır ki, qidalansın, artsın. Və o da qəlbimizdir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, وَاِنَّ فِي الْجَسَدِ مُضْغَةً. Həqiqətən insanın cəsədində bir ət parçası var. İzə saluhət, saluhəl cəsədu kullu. Əgər o islah olarsa, bütün əzalarımız, bədənimiz islah olar. Və izə fəsədət, fəsədəl cəsədu kullu. Əgər o fəsada uğrayarsa, bütün bədənimiz fəsada uğrayar.
Ələ və hiyəl qalb. O buyurur ki, o da bizim qəlbimizdir. İnsanın qəlbi islah olmadıkça əzaları islah olmaz. Ona göre insan her zaman qəlbini islah etməlidir. Dünya ilə her zaman insan mübarizə aparır. Qəflətlə her zaman mübarizə aparır və aparmalıdır ki, imanı zəifləməsin. Çünkü şeytan insana yavaş yavaş insanı o dünyanın içine salır. Adım adım. Necə ki ayet-i kerimede de Rabbimiz buyurur ki, Ya eyyühellezine amenu la tettebi'u hutuvati-şeytan. Ey iman getirenler, şeytanın addımlarına tabi olmayın. Çünkü adım adım seni gafilleştirir. Dünyanın içine salır. Bəli, insan dünyada yaşamalıdır, güzel de yaşamalıdır ve okumalıdır, öğrenmelidir. Sadece əsl gayesini unutmamalıdır. Əsl gayemiz nedir? Rabbimiz Zərriyyət suresinin 56. ayəsində onu bizlere açık şekilde bildirir ki وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və Rabbimiz buyurur bunu. Deyir ki, mən cinləri və insanları yalnız və yalnız mənə ibadət etsinlər deyə xəlq etdim. Bəli, əsl qayəmiz nədir möhtərəm qardaşlar? Rabbimizə ibadət etmək. Və insan birinci mərhələdə onu qoymalıdır. Ondan sonra bəli, dünya həyatında gözəl şəkildə yaşamalıdır. Halal bir şəkildə, düzgün bir şəkildə, Rəbbinə qarşı gəlmədən, asi olmadan yaşamalıdır və bu dünyanı gözəl keçirməlidir. Ancaq hər zaman bir şeyi zihnində, ağlında tutmalıdır ki, bu dünyada mənim qayəm nədir? Və beləliklə də insan imanını gözəl şəkildə saxlamış olar, nəfsinə xatırladarsa. Və bilməlidir ki, bu nəfs ona əmanətdir. Onu mənəvi şəkildə ona dəstək verməlidir. Və baxmalıdır ki, o necə təsirlənir, necə gözəlləşir. O istiqamətdə getməlidir. Və baxmalıdır ki, Allah Subhanahu ve Teala'nın buyurduğu müminə xas olan güzel sifətlər onun qəlbində varmı, ruhunda varmı? Beləliklə özünü imtihana çəkməlidir. Necə ki, Ömer ibn Xattab radiyallahu anhu buyurur ki, gözəl kəlamlarından birisidir. Hasibu enfusakum qabla an tuhasabu. Nəfsinizi hesaba çəkin. Qabla an tuhasabu. Hesab olunmamışdan önce. Ne için? Çünkü el-yevme bugün amelun bila hesab. Amel var, hesap yoktur. Hiç kim bizden hesap soruşmur muhterem kardeşler. Ve gaden hesabun bila amel. Ve sabah ise hesap var, amel yoktur. Ona göre bugün fırsatdır. Rabbimiz bizlere bilmirik ne kadar fırsat verir. 1 dakika, 5 dakika, 10 yıl, 5 yıl, 3 yıl, 1 yıl, 1 ay, 2 ay bilmir insan. En təsirlisi de odur ki, bilmir. Her an gedebilir. Ona göre nəfsini her zaman qəflətdən oyatmalıdır. Allah Subhanahu ve Teala her birimizi doğru yolu üzerinde sabit etsin. Allah Subhanahu ve Teala bizleri qəflətə dalan qullarını etmesin. Allah Subhanahu ve Teala kardeşimizin bu güzel evliliğini hayırlı, bereketli etsin. Allah Subhanahu ve Teala bütün evlenmek isteyen gençlere hayırlı, salihə zövcələr nasip etsin. Həqiqətən salihə zövcə bu dünyanın nimetlerinden. Bu dünyada
insana verilen en büyük nimetlerdendir. Bu meseleye qayıdırıq çünkü biz toydayıq. O da mühüm məqamlardandır ki, salihə qadın seçmək, o da büyük nimetlerdendir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Men razaqahullahu zavceten salihatan faqad ruziqa nisfa dinihi." Kimə Allah subhanahu ve teala salihə zövcə nəsib edərsə, artıq ona dininin yarısı verilmiş olur. "Fəliyəttəqilləhə fi nisfil baqi." Və qalanında da Allah'tan özü qorxsun, çalışsın. Çünkü analar bir medresedir. Çünkü onlar güzel zürriyet yetiştirir. Güzel zürriyet yetiştirir. Çünkü atalar çoxu dəfə evdə olmur. Səhər gelir, akşam gelir. Tabii ki de bu da normal olarak. Bəli, atanın da dəstəyi var. Ancaq ananın dəstəyi daha çoxdur. Analar böyük alimler yetiştirirler. İbn Teymiyyə kimi, İmam Əhməd kimi. Ona göre bu analar önemlidir. Allah bütün anaların canını sağ eləsin, onlara iman, ixlas nəsib eləsin. Dünyadan köçənlərə Allah subhanahu ve teala günahlarını bağışlasın. Elhamdülillah böyük nimətlər içindəyik və Allah subhanahu ve teala hər birimizi bu nimətlərə şükür edən qullarından etsin. Allah subhanahu ve teala ölkəmizi qorusun. Allah subhanahu ve teala millətimizi qorusun. Xeyir üzərində sabit eləsin. Allah subhanahu ve teala şəhidlərimizin günahlarını bağışlasın. Qazilərimizə şəfa versin. Allah subhanahu ve teala ölkə başçımızı xeyir üzərində sabit etsin. Onu qorusun, hifz eləsin. Bu gözəl diyarımızı, əmin amanlığımızı daim etsin Rəbbimiz. Həqiqətən ən böyük neymətlərdəndir. İnsan əmin amanlıqda yaşayır. Gözəl bir məkanda, diyarda yaşayır. Bunun da səbəbləri var. Hər zaman onu xatırlayıb Rəbbinə şükür etməlidir insan. Hər zaman onu dilinə gətirərək, dua edərək şükür etməlidir. Bu Allah Resulü'nün yoludur. Dua etmək, ülkesi için, diyarı için, rəhbəri için dua etmək, sələfin, Allah Resulü'nün yoluydu. Ve güzel bir sünnədir. Ona göre insan her zaman dua etməlidir. Əmin amanlığı için. Çünkü şükürün de insan şükürü de etmeyi başarmalıdır. Onu da diline getirmelidir, dua etmelidir ve əməllə de onu yaşamalıdır. Allah her birimizi eşli faydalarından etsin. Allah subhanahu ve teala her birimizi doğru din üzerinde sabit etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina ve habibina Muhammed.